Salamlar, JavaScript-in birinci dərsinə xoş gəldiniz. JavaScript-i dərin formada öyrənəcəyik bu mövzularda, ta ki, framework-da React səviyyəsinə çatana qədər orada React-da istifadə elədiyimiz və yaxud da digər framework-lərdə, həmçinin dərin formada JavaScript-in özünün obyekt tipi və yaxud da digər çətin mövzuların hamısını bir yerdə öyrənəcəyik. Amma müəyyən bir leveldən sonra da onsuz da artıq əgər framework-la işləmək istəyiriksə, hansısa bir React applikasiyasında onda həmin səviyyəyə qədər gəlib çatıb öyrənə biləcəyik həmin JavaScript-i. Bugünkü mövzumuzda sadə mövzulardır. JavaScript nədir, niyə öyrənirik, həmçinin necə quraşdıracağıq və ən sonunda da console logla mesaj yazmağı. Birinci başlaya bilərik JavaScript-in nə olduğundan. JavaScript proqramlaşdırma dilidir. Yəni HTML və CSS-dən fərqli olaraq sırf burada məntiq kodlar yazırıq. Yəni HTML, CSS-də kod yazırdıqsa, orada amma məntiq tətbiq eləmirdik. Onun yerinə layout olurdu. Amma JavaScript-lərdə isə bu kodu düzgün alqoritmanla yazmağa çalışacağıq. 3 əsas dillərdən biridir JavaScript. Həmçinin məqsədi saytları interaktiv eləməkdir. JavaScript arxa fonda işləyən proseslər üçündür. Yəni qeydiyyat sistemi olsun, yaxud da databazaya qoşulmaq, yaxud da saytımızı daha interaktiv butonlarla işləməyə funksiyalar vermək ki, bu mövzular sizə yaddırsa, gələcəkdə onsuz da baxacaq hamısına. Yəni bu bütün normalda HTML, CSS-də eləyə bilmədiyimiz şeyləri biz JavaScript-lə eləyə bilirik. Həmçinin məlumatları idarə etmək üçün, səhifəni tez bir şəkildə load eləmək üçün və sair digər funksiyalar üçün istifadə olunur JavaScript. Daha sonra JavaScript-in burada nümunəsi var. Baxın, bu HTML-dir. HTML bilirik ki, skeleton, yəni səhifənin təməli üçün ki, buradakı HTML-də biz sadəcə səhifəmizin layihəsini qururuq. Heç bir dizayn, heç bir proqramlaşdırma olmur. Sadəcə təməl qururuq. CSS-də isə dizayn veririk. Rənglər olsun, necə göründüyü və yaxud da rəng baxımından necə ölçüdə olsun, rəngli olsun, həmçinin animasiyalı olsun, hover effektləri və s. digər şeyləri CSS-lə veririk. Və JavaScript-ə gələndə isə biz artıq ora bir beyin yerləşdiririk. Buradakı məlumatları yadda saxlamaq üçün, məsələn, browserimizi bağlamışıq. Sonradan yenidən səhifəni, veb-saytı təzədən açanda həmin məlumatlar geri qayıtsın. Kimi şeylər, yəni brain anlamında, beyin anlamında və yaxud da funksionallığı ola bilər, daha səliqəli, daha tez işləməsi üçün JavaScript-dən istifadə edirik. JavaScript-i birinci başda quraşdırmadan, elə mən də burada açmışdım faylları. Baxın, bu normal HTML faylıdır ki, head burdadır və body burdadır. Biz JavaScript kodu yazanda body-nin içərisindən istifadə edirik, body-də yazırıq. Onun da səbəbi JavaScript kodunun sonradan çalışması üçün istifadə olunur. Çünki sonradan bizim fayllarımıza erişə bilər. Ona görə bu hissəyə yazmağımız daha yaxşıdır. Və biz istifadə edəcəyik script-dən. İkinci yolu isə script.js əlavə etməkdir. Script necə yazılır? Baxın, burası cırıbt yazdım. Belə də yaza bilərəm. Normal tag kimi açılır. Elə böyük işarəsi, kiçik işarəsi və bunun içərisində mən istədiyim kodu yaza bilərəm hazırda. Bugünkü dərsimizdə çox da dərinə düşməyəcəyik. Bir dənə console log mesajı yazacaq, elə bəsdir. Yazıram bura console log və onu da browserimizdə log hissəsində, console hissəsində açıb baxa bilərəm. Gəlim yazıram bura console, belə nöqtə qoydum, ondan sonra logo açıram və bu funksiya olduğu üçün bunu mötərizə kimi açdım. Və daha sonra bunun içərisində bir mesaj yaza bilərəm. Məsələn, yazdım ki, salam. Belə bir şey. Salam JS. Belə. Daha sonra bu test eləmək üçün mən browserimdə bu ekranda görən deyiləm. Yəni bu ağ ekranda bu görsənməyəcək. Bu artıq koddur, arxa fonda işləyən koddur. Ona görə bunu açmaq üçün ən yaxşı yollardan biri sağ düymə basırıq. Burada inspect var. DevTools açacaq bizim üçün. Və DevTools-da yuxarıda sağda ikinci olan taba girəcək console. Baxın, bizim mesajımız burada belə düşür. Salam JS yazıldı. Burada nə yazmışdıqsa onu yazırıq. Məsələn, bundan bir dənə də əlavə eləyim. Bir dənə də yazdım. Console .log yazdım ki, salam JS-dən əlavə mən JS öyrənirəm. Tamam. İndi səhifəni təzədən yeniləyəcəm. Baxın, bu mesaj da düşdü. Aşağıya bu mesaj da ayrıca formada düşdü. Mən JS öyrənirəm. Bu bir dənə JS, yəni JavaScript kodu yazmağın yolundan biridir. JavaScript yazmağın yollarından biridir. Digər yolu isə bizdə var. İstifadə edəcəyik JS fayllarından .js. Onun üçün mənim burada folderimdə baxın index.html yazılıb. Dərs 1-in içərisində index.html var. Amma mən burada gəlib təzə bir fayl açsam, məsələn script.js ki, normalda belə yazılır. Adını başqa istədiyimiz adı yaza bilərik təbii ki. Mən belə yazdım. Script.js, bunu dərs 1-in içərisinə atım. Qoy bayırda olmasın. Elə bunun içərisində. Əla. İndi nə edəcəm? Burada index.html-in içərisində script var. Bura gəlirəm.
skriptin içərisinə və burada sırıcı yazıram. Yəni source anlamında. Yəqin ki, bu digər taqlardan tanışdır bizə. Image-də də source yazırıq və s. Bura source yazanda açıldı dırnaq belə və bunun içərisinə artıq script.js yaza bilərəm belə. Nəyə görə? Çünki mənim script.js-im bu dərs bir qovluğuna eyni yerdə deyənə mən bunu belə formada yaza bilirəm script.js. Əgər bayırda olsaydı onda başqa bir kod yazacaqdı təbii ki. Belə yazanda artıq mənim kodum işləyəcək. Həmçinin bunun da içərisində işləyəcək. Mən indi bunun içərisindəki belə silim, alım bunları. Həmçinin belə səliqəli yazaq ki, yan-yana düşsün. Belə. Bu olduğu kimi qalır. Baxın belə bu olduğu kimi qalır. Script.js, source script.js belə script. Ondan sonra girəcəm bu açdığım fayl, təzə faylın içərisinə bu kodu yapışdırıram bura. Belə formada və əlavə bir şey də yazdım ki, məsələn console log bu fayl script.js-dən işləyir. Script.js ilə işləyir. Belə yazdım və bütün hamısını yaddaşa vurun. Baxın yazıldı salam.js. Mən JS öyrənirəm, bu fayl script.js ilə işləyir. Artıq bunun içərisində yox, birbaşa olaraq, ancaq onun bayırında, daha doğrusu script.js adlı ayrıca faylda mən onu yaza bildim. Əla. Console logda dediyim kimi test eləmək üçün gərək DevTools-a girək. DevTools-da burada inspectə basırıq hər hansı bir yerdə, səhifənin hər hansı birində fərqi yoxdur. Inspectə basan kimi belə bir hissə açılır. Birinci element açılır, element hissəsi. Amma konsola girmək üçün onun sağındakı taba basırıq. Bu hissə bizim üçün açılır ki, DevTools-da bizə köməkçi bir yerdir ki, hansı ki test eləmək üçün, kodumuzu yazmaq üçün istifadə olunur. Hələ ki bütün dərslərimizdə demək olar konsoldan istifadə edəcəyik ki, JavaScript-i öyrənənə kimi. Nə vaxt ki artıq bunu interaktiv eləyəcəyik öz fayllarımızla, HTML elementlərimizdən onda istifadə eləyəcəyik həmin o lazımi fayllardan. Artıq konsol işlətməsək də olar həmin alanda, amma ki konsol istifadə eləməyimiz çox praktik bir şeydir, lazımlı bir şeydir. Biz bu saat konsolda string kimi yazdıq dəyərlərimizi, yəni yazı formasında. Görürsüz ki, burada belə bir şey var. Konsol, bunu belə formada formatlayım həm də format dokument. Hə. Baxın yazıb salam.js, amma əvvəlində belə bir dırnaq işarəsi açılıb, belə görə bilərsiniz dırnaq işarəsi. Bunun da mənası bunun yazı olmaq anlamındadır. Yəni yazı yazırıqsa belə yazırıq. Halbuki burada ekranda çıxanda dırnaq işarəsi görsənmir. Yəni bu normaldır, belə olmalıdır. Amma burada yazanda, kodun içərisində yazanda isə dırnaq açmalıyıq. Amma rəqəmlərdə isə dırnaq açmaya ehtiyac yoxdur. Məsələn, burada nümunə var. 1 üstəgəl 1 və 1 üstəgəl 1. Gəlin mən bu kodu burada yazım elə. Bunun aşağısına yaza bilərəm elə. Yazdım ki console log. Həmçinin burada cılığı da yaza bilərik. Tez bir zamanda kodu yazmaq üçün, console log açmaq üçün. İndi bura yazacağam ki 1 plus 1 belə adi stringsiz formada yazıram. Baxın mənə nə verir burada? 2 cavabını verir. Həmçinin rəngi də fərqli olur. Purple formada da bunlardan fərqlidir. Yəni string belə ağ yazılır, amma ki rəqəmlər belə formada yazılır. Burada nümunədə deyir ki, 1 üstəgəl 1-i belə yazanda isə fərqli cavab verəcək. Yəni string kimi yazanda. Aşağıda bunu elə kopyalayım, aşağı atım. Bu səfər bunun əvvəlinə, axırına bir dənə dırnaq qoyaq. Belə. Təkrar çalışdırım, baxın nə gələcək məndə. Bunu belə yaddaşa vuraq. 1 üstəgəl 1 cavab belə formada gəldi. Yəni yuxarıda yazdığım kod normalda riyazi əməliyyatdır, hər hansı bir koddur, amma aşağıda yazdığım isə elə adi standart bir tekstdir. Yəni 1 üstəgəl 1. Sırf burada dırnaq yazmışıq deyənə məndə də cavabı elə burada belə göstərəcək. Həmçinin mən dərsə əlavə tapşırıqlar da yerləşdirmişdim. Burada asan kodlaşdırmanın GitHub səhifəsində link qoyacağam aşağıya. Burada birinci dərsimizə giririk. JavaScript dərslər, dərs 1 setup və tapşırıqlar var burada. Buradakı həmin tapşırıqları eləyərək həmçinin özünüz praktik eləyə bilərsiniz. Mən burada demək olar hamısını elədim. Birinci indeksə HTML açdıq, sonra script.js və içərisində bəzi konsolluk məlumatlar yazdıq. Həmçinin konsolda rəqəmləri göstərdik və mətndə göstərdik. Özünüz də bunu praktika formasında birinci dərs kimi eləyə bilərsiniz. Birinci dərsdə bu qədər. Əgər sualınız olursa kommentlərdə yazın. İnşallah növbəti dərsdə görüşərik. Sağ olun.